Bir ildə öz biznesimi qururam, gün 17. Mən indiyə qədər ancaq öz layihəm haqqında danışmışam. Proqramın nə olacağından, tərkibində nələr olacağından və insanlar bunu niyə istifadə eləsin, bunlardan danışmışam. Məlum məsələdir, yəqin ki, bilirsiniz ki, rent-a-carlarla bağlı bir proqram olacaq, aplikasiya olacaq, hansı ki, siz rahatlıqla girib orada istədiyiniz maşını axtarış verib, qiymət filtrindən keçirdib, hansı şirkətlərdə o maşın hansı qiymətədir, hansı vaxtlarda boşdur, hansı vaxtlarda doludur. Bunları biləcəksiniz, şəkillərinə baxacaqsınız, texniki vəziyyətini görəcəksiniz və sizdən əvvəl olan istifadəçilərin rəylərini görəsiniz. Bu istifadəçi tərəfi. Yaxşı, bəs rent-a-car şirkətləri niyə bizlə əməkdaşlıq eləsin? Onların da bəlkə məlum məsələ ki, müsbət tərəfləri olacaq, müsbət cəhətləri olacaq. Bu nədir? Birinci növbədə bizim aplikasiyanın istifadəçi sayı bu əsas şərtdir. İkinci növbədə rent-a-car şirkətləri özlərinin öz mağazalarını yaradacaqlar, öz maşınlarını ora əlavə edəcəklər şəkillərlə bir yerdə və onlar sifariş gəldikcə baxa biləcəklər onların belə deyim data bölmələri olacaq ki, hansı maşınlara daha çox axtarış verilib, onların hansı maşınlarına daha çox baxılıb, hansı maşınlara, hansı model maşınlarına sifariş daha çox gəlib, ay ərzində hansı maşın nə qədər qazanc verib və istifadə edənlər aşağıda nə rəylər yazıb və onların ümumi olan mağazasında deyək ki, hər hansısa bir maşına reklam verəndə nə qədər baxılıb və hansı maşına daha çox tələbatları var. Əsas bunlardır. Təbii ki, bir neçə şey də var. Onları indidən demək istəmirəm. Ümumi belə bir layihəmiz var. Çox xırdalıqlar var və inşallah bilirsiniz, ən necə deyim, problemli tərəf hal-hazırda investordur ki, mən istədiyimi öz beynimdəkiləri həyata keçirməyə başlaya bilmirəm. Bu da ümid edirəm ki, tez bir zamanda həll olacaq. Sabahki videoda daha fərqli tərəflərdən danışacağım. Hələlik bu qədər.